Hərçənd gəlmişdi, amma heç bir söz demədi. Aha, doğrudur. İndi bunların içərisində ən çox sual mövzusu olanlardan biri sa-sədir. Sa-sə sırf şərt şəklinin şəkilsi kimi də çıxış edə bilər burada. Amma isə hissəcə kimi də çıxış edə bilər. Amma hər bir halda təbii ki, şərt məzmunu yaradır və burada bir məsələ var. Hətta intonasiya ilə bağlanan şərt budaq cümlələrində belə bəzən biz o sa-səni beynimizdə düşünə bilirik. Və düşünə bildiyimizdən də bilirik ki, bu şərt budaq cümlələri tabiri mürəkkəb cümlədir. Məsələn, belə bir atalar sözü var. Mən deyim, siz tapın hansıdır? Qonşu ilə bağlı, dişlə bağlı. Hansıdır o? Qonşu və dişi birləşdirmək. Dişin ağrıyıb, çək qutar. Qonşun köç qutar. Bəli, doğrudur. Dişin ağrıyıb, çək qutar. Qonşun pisdir, köç qutar. Bu, nə budaq cümlədir? Başın ağrıyıb, dərman at. Başın ağrıyır, dərman at, yuxun gəlir, yat, evə getmək Evdə pis olanda neyini? O, işte, onlar, amma atalar sözü olaraq, başın ağrıyır, dərman at, elə bir atalar sözü yoxdur axı. Düzdürmü? Hə, bunları bilirsiniz, amma səhviniz çox çıxır. Elə onun əsas məsələ odur ki, tətbiq edə bilərsiniz də, təkcə bilmək azdır. Bilmək işin sadəcə 50%-dir, qalan 50% onu tətbiq edə bilməkdir. Və başın ağrıyır, çək qutar. Nə budaq? Başını niyə çəkir? Dişin ağrıyır, çaşdırır zaman. Dişin ağrıyır, çək qutar. Nə budaq cümləlidir? Şərt. Şərt, bəli. İntonasiya ilə bağlansa da biz orada sa-sə məzmununu görürük. Və desə ki, dişin ağrıyırsa, çək qurtar. Deyə bilərik şərt şəklinin şəkilsi ilə bağlanıb. İsə hissəcik. Bəli, sadəcə isə hissəciyi. Yəni şərt şəklinin şəkilsi deyə bilmərik. Amma elə bir hal ola bilər ki, bu iki cür düşünülmə suallarından biz onu dəqiq deyə bilmərik ki, o isə hissəciyidir, yoxsa sa-sədir. Elə bir şey tapa bilərsiniz nümunə. Ay sağ, düzdür, Nərmin. Köçürsə tipli. Köçürsə xəbər elə. Köçürsə xəbər elə. Hə. İndi mən bu vurğunu eşidirsiniz də. Amma yazanda köçürsə, əgər köçürsə, xəbər elə gəlim kömək edeyim. Köçürsə, xəbər elə gəlim 2 yazın. Hə. Onların birində